Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir. Bu dəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Lyova Mnasakanyan, Arayik Harutunyan, Erik Qazaryan və Vasili Beqlaryan sərbəst ifadə veriblər. Sərbəst ifadə verən təqsirləndirilən şəxs Lyova Mnasakanyan Ermənistan Nizami Ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirakını təsdiq edib. O, 20-si 9-cu ay 2020-ci ildə məxfi qərar verildiyini və həmin qərardan məlumatsız olduğunu deyib. Lyova Mnasakanyan həmçinin 2016-cı ilin aprel döyüşləri barədə də danışıb və Ermənistanın qondarma rejimi silahla təmin etdiyini bildirib. Ardınca təqsirləndirilən şəxs Arayik Harutunyan sərbəst ifadə verib. O, 44 günlük müharibə zamanı Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini bildirib. Stat, məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni saxlayın və bildirin ki, bu erməni sakinlərin istəyidir. Statın sonu. Daha sonra Harutunyan etiraf edib ki, dırnaqarası Qarabağ Müdafiə Ordusunun komandanı Ermənistan Respublikasının baş qərargah rəisinə tabe idi. Mən hərbi komandanı vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb. 10 illiklərlə dırnaqarası Qarabağ Ordusu ayrıca ordu kimi fəaliyyət göstərməyib. Qarabağ Ordusunun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabi olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı, deyə o bildirib. Bundan sonra sərbəst ifadə verən təqsirləndirilən şəxs Erik Qazaryan heç kimi öldürmədiyini və Azərbaycan əskərinə atəş açmaq istəmədiyi üçün təslim olduğunu bildirib. Daha sonra təqsirləndirilən şəxs Vasili Beqlaryan sərbəst ifadə verərək elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib. Məhkəmənin növbəti iclası martın 6-sına təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdiriləcək.